Salam dostlar, mən Paşayeva Aytəkin yenidən sizinləyəm. Namazov çalışmalar kitabından nisbi xəta mövzusuna aid olan çalışmaların izahını sizlərə verəcəyəm. Səhifə 215. Baxaq birinci sualdan. İlk öncə nisbi xətanın düsturunu biz yazaq. Nisbi xəta nəyə bərabərdir? Bərabərdir mütləq xətanın. Bundan öncə mütləq xəta mövzusunun da izahını biz paylaşmışıq. Mütləq xətanın təqribi qiymətə nisbəti. Təqribi. Bu şəkildə olur. Nisbi xətanı bəzən faizlə də yazırıq. Nisbi xəta bərabərdir mütləq xəta. Mütləq xəta böl təqribi qiymət. Faizlə ifadə eləyəndə də 100-ə vururuq. Bu şəkildə. Mütləq xətanın da düsturunu yazaq, xatırlatma olsun bizə. Hər halda sonra başlayaq test tapşırıqlarımızı işləməyə. Mütləq xəta. Deməli, mütləq xəta nə idi? Dəqiq qiymətdən dəqiq çıx təqribi. Dəqiq qiymətdən təqribini çıxırıq. Təqribi qiyməti. Bu şəkildə modulca yazarıq. İndi başlayaq birinci çalışmadan. Çalışma 1. Dostlar, izaha keçməmişdən öncə sizdən kiçik bir xahişim var ki, kanalımızı bəyənib abunə olun ki, daha çox faydalanasınız və mənim üçün də faydalı olasınız. Baxaq birinci suala. Deyir, ədədi onda birlərə qədər yuvarlaqlaşdırın, mütləq və nisbi xətalarını tapın. Məsələn, çalışma 1-in birincisi. 7,83 ədədini onda birlərə qədər yuvarlaqlaşdıranda onda birlərdə hansı ədəd durur? 8 durur. Onda birlərdə duran ədədi tapdıq, 8 durur, elə deyilmi? İndi isə nə edəcəyik? 8-dən sonra gələn ədədə baxırıq. 3-dür. 3 5-dən balacadır. Ona görə bu olur 7,8. Bu şəkildə yazırıq. 7,8 yuvarlaqlaşdırdıq. İndi bunun mütləq xətasını tapaq. Mütləq xəta nə idi? Dəqiq qiymətdən təqribi qiyməti çıxırıq. Təqribi tapaq mütləq xətası. Mütləq xətanın m.x yazaq, yəni belə qısa olaraq. Dəqiq bunun qiyməti 7,83-dür. Təqribə də oldu 7,8. Bu şəkildə alırıq. 7,83-dən 7,8-i çıxsaq, bura 0 yazsaq, 3, 0, 0,3 aldıq mütləq xətanı. İndi nisbi xətasını tapaq. Nisbi xəta bərabər. Mütləq xətanın təqribi qiymətə nisbəti idi. Elə deyilmi? Mütləq xətamız 0,3-dür. Təqribi qiymətimiz də 7,8. Bu şəkildə alaq. Gəlin, surət və məxrəci 100-ə vuraq. 100-ə vuranda bura 3 olur. Bu da 780 olmuş olur. 780-lə də 3-ü ixtisar aparsaq burada 1. Burada 260 düşür. Bu da 260-da 1. Bunu belə aldıq. İstəsək 100-ə də vurarıq. 0-ın biri gedir. Bu da olur 26-da 10. O da 13-də 5. Faizlə də işarə eləsək, yəni göstərsək 13-də 1. 13-də 5. Faizlə göstərsək 13-də 5. Faizsiz 260-da 1-dir. Faizlə də göstərsək 13-də 5 faiz. Bu şəkildə yaza bilərik nisbi xətanı. İndi keçək ikincisinə. 9,387 ədədini onda birlərə qədər yuvarlaqlaşdıraq. Onda birlərdə duran 3 durur. 3-dən sonraki ədədə baxıram. 3-dən sonra sağdakı ədədə baxıram. 8-dir və 5-dən böyükdür. O zaman bu olur. 3-ün üstünə bir vahid əlavə edirəm. 9,4. İndi bunun mütləq xətasını tapmaq üçün dəqiq qiymət 9,387-dir. Çıxıram 9,4 təqribi qiyməti.
Görək nə qalır? Bərabərdir. Bu bizə verir 0,13. Bu bizim mütləq xətamız. İndi nisbi xətanı tapsaq, nisbi xəta, mütləq xəta bölünsün təqribi. Mütləq xətamız 0,13'dür. Təqribimiz də 9,4'dür. Sürət və məxrəci minə vursaq, bu 13 olar. Bu da 9400 olar. Bu bizim elə mütləq xətanı normal halda hesablamağımızdır. Nisbi xətanı. Amma nisbi xətanı faizlə də hesablasaq, yuxarıkində birbaşa yazdıq. Burada yenidən yazıq. 9400 vurulsun 100'ə. 100'ə vuranda bunlar gedir. 94'də 13. 13 ilə də 94, 8. Yox, ixtisar getmir. Düşündüm ki, ixtisar gedər, getmir. Bu şəkildə alarıq. Üçüncü çalışmadan davam edək. Üçüncüdən, birinci çalışmanın üçüncüsündən davam edək. 0,126 təqribi onda birlərə qədər yuvarlaqlaşdırsaq, onda birlərdə 1 durur. Birdən sonra 2 gəlir, ona görə bu olur elə 0,1, yəni 5-dən kiçik olduğuna görə. Bu da mütləq xətası. Dəqiq qiymət 0,126'dan təqribi qiyməti 0,1'i çıxıram. Bizə verir 0,026. İndi biz bunun nisbi xətasını hesablayaq. Mütləq xəta böl təqribi qiymət. Mütləq xətası 0,026 bölünsün təqribi qiymətdə 0,1. Sürət məxrəci biz deməli minə vurarıq. Burada 26 olar. Burada 100 olar minə vuranda. Bu da 0,26. İndi biz bunu aldıq belə. Bunu biz faizlə də hesablaya bilərik. %26 deyilmi? Bunu 100'ə də vura bilərik. O da olar 26%. Bu şəkildə. Sonra dördüncüsündən davam edək. 1,7879. Bunu onda birlərə qədər yuvarlaqlaşdıranda 1,7'dən sonra 8 gəlir. 5'dən böyükdür. Onda bu 7'nin üstə 1 əlavə olunub. 1,8. İndi mütləq xətasını tapaq. Dəqiq qiymətdən 7879'dan çıxırıq 1,8'i. Bizə nə verirsə həmən cavab mütləq xəta olacaq. Bu bizə verir deməli 0,10.121 bu şəkildə. İndi nisbi xətanı hesablayaq. Deməli mütləq xətamız 0,10.121 bölünsün təqribi qiymət 1,8. Sürət və məxrəci 10.000'ə vuranda bu 121 eləyir. 10.000'ə vuranda bu şəkildə almış olarıq. İndi diqqətlə baxaq. Bunu aldıq belə. Bunu faizlə də ifadə eləsək, vurarıq 100'ə, sıfırlar gedər. Burada 2 dənə demək. Bu sıfırlar gedər, bərabərdir 180'də 21. Bu şəkildə almış olarıq faizlə də. Davam edək çalışma 2'dən. Altıda 5 ədədini çalışma 2'nin birincisində deyir ki, 6'da 5 ədədini 0,83 ədədi ilə əvəz etdikdə nisbi xətanı tapın. Deməli, tutaq ki, əvəz edib 0,83 yazıb. Nisbi xətanı tapmaq üçün mütləq xətanı təqribiyə bölək. İndi mütləq xətanı tapaq gəlir öncə.
mütləq xəta bərabərdir. 6-da 5-dən çıxıram 0,83-ü. Elə deyilmi? Gəlin çıxaq 6-da 5 çıx %83. Bu da bərabərdir. 6-da 5. 6-da 5 ilə 100-ə ortaq məxrəc 300-dür. 300-ə 6-yı böləndə 50, 50-dən də 5-ə vuranda 250 çıxılsın. Bu da bizə 3-ə vuranda 9, 249. Bu da 300-də 1. Bu şəkildə aldıq mütləq xətasını. İndi gəlin nisbi xətanı hesablayaq. Mütləq xətası 300-də 1-dir. Təqribi qiyməti də 0,83. 1 bölünsün 300, bu da %83. Bu şəkildə 200-də 1, 100 qalxır yuxarı, 83 düşür aşağı. Bunlar getdi. Bu da 249'da 1. Bu şəkildə almış olduq nisbi xətanı. Sonra 100'ə də vura bilərsiniz, amma bizə demir faizlə ifadə eləyin. Ona görə də artıq burada yəni 100'ə vurmuram. Faizlə ifadə edin desəydi vurardıq. Bayaqçını ətraflı izah etməkdən ötürü 100'ə vurdum ki, tam dərk eləməyiniz üçün. Burada vurmayacağım çünki bizdən istəmir. İndi ikincisinə baxaq. 9'da 4 ədədini 0,44 ədədi ilə əvəz etdikdə 0,44 ilə əvəz etdik. Elə deyilmi 9'da 4'ü? Aha. İndi biz bunun mütləq xətasını tapmaq üçün 9'da 4'dən çıxıram 0,44'ü. 9'da 4 çıxılsın %44. Bunlara ortaq məxrəc 9 ilə 100'ə ortaq məxrəc elə 900'ün özüdür. Ağlıma 900 gəldi. Bəlkə bundan kiçiyi var. Amma ağlıma hələ ki 900 gəldi. Bu oldu 400. Çıxılsın 9'da 44'ə vurarıq 36. 36, 39. Bu da 900'də 4. Bu şəkildə alarıq. Bu da 2'yə ixtisar gedər. Elə 4'ün özünə ixtisar gedir. 4'ü 4'ə böləndə 1 düşür. Burada 1. Bu da 225. 900'də 4'ə böləndə 225. Bu mütləq xətasıdır. İndi gəlin nisbi xətanı hesablayaq. Nisbi xətanı tapanda mütləq xəta böl təqribiyə. Mütləq xəta 1 böl 225'dir. Təqribi qiymətdə 0,44'dür. Bu da 1 böl 225 böl %44 bu şəkildə yazıram. Bu da bərabərdir 1 böl 225 vurulsun 100 qalxdı yuxarı 44 düşdü aşağı. 25'ə ixtisar gedir bu. Burada 4 25'ə ixtisar gedir. Dokuz 44 ilə də 4 gedir. Burada 1, burada 11. Bu da bizə verir 99'da 1. Deməli bunun nisbi xətası 99'da 1 almış olarıq. Çalışma 3'dən davam edək dostlar. Deməli ədədlərindən hər birini onluq kəsir şəklində göstərin. Ədədlərini hər birini onluq kəsir şəklində göstərin. Məsələn 4,8'də 1 ədədini onluq kəsir şəklində göstərsək, məsələn 1'i bölərik 8'ə, olar 4,25. Deməli 5,25'də 3 ədədini biz onluq kəsir şəklində göstərsək, bu da 5,12. Bu şəkildə yazaq. İndi deyir, alınan kəsirləri onda birlərə qədər yuvarlaqlaşdıraraq təqribilikləri, mütləq və nisbi xətalarını tapın. Gəlin buna birinci deyək, buna da ikinci deyək. Birinci ədəd 4,25 oldu. Bunu onda birlərə qədər yuvarlaqlaşdıraq. Onda birlərə qədər yuvarlaqlaşdıranda burada birdən sonra onda birdə 1 durur. Birdən sonra 2 gəlir, 5'dən balacadır, olur 4,1. Onda bunun mütləq xətası
Mütləq xətası 4,125-dən dəqiq qiymətdən çıxıram 4,1-i. Bu da bizə verir 0,0 deməli 0,025 bu şəkildə verdi. Bu bizim mütləq xətamızdır. İndi nisbi xətanı tapaq. Nisbi xətanı tapanda mütləq xətanı təqribi qiymətə bölərik. Təqribi qiymət də 4,1-dir. Mütləq xətamız 0,25 4,5. Sürət və məxrəci 1000-ə vursaq bu 25 eləyir. Bu da 4100 eləyir. 4100 25-ə ixtisar gedir. Burada 1 25 25-ə bölən 1 4100-ü də 25-ə bölsək bizə 164 verir. Deməli 164-də bir də bunun nisbi xətası oldu. İndi gəlin bu ikincisinə baxaq. İkincisində 5,12 ədədini onda birlərə qədər yuvarlaqlaşdıranda rəngi dəyişirəm. Onda birlərdə 1 durur. Birdən sonra gələn ədəd 5-dən kiçik olduğuna görə elə bu 5,1 oldu təqribi. İndi gəlin bunun mütləq xətasını tapaq. 5,12-dən 5,1-i çıxaq. Bu da 0,02 %2. Elə deyilmi? İndi bunun mütləq xətasını tapdıq. Nisbi xətasını tapaq. Nisbi xəta bərabər mütləq xəta bölünsün təqribiyə. Mütləq xəta 0,0 bunu 0,0 elə %2. %2 böl təqribi 5,1-dir. 100-ə vururam 2, 100-ə vuranda 5100. Bu da elə 2-yə ixtisar gedir 1. Bu da 2550. 2550-də 1. Bu şəkildə almış olduq nisbi xətanı. Davam edək uşaqlar. Çalışma 3 idi. Çalışma 4-dən davam edək. Aha. Çalışma 4-də deyir ki 3,1783 ədədini onda birlərə qədər yuvarlaqlaşdırın. Onda birlərdə 7 durur. 7-dən sonra 5-dən böyük ədəd durur. Ona görə bu olur elə 3,8. Yuvarlaqlaşdırmadan alınan təqribliyin nisbi xətasını tapan. Nisbi xəta bərabərdir mütləq xəta bölünsün təqribiyə. İlk öncə bunu hesablamaq üçün biz bunu nə etməliyik? Mütləq xətasını tapmalıyıq. 3,783-dən çıxıram 3,8-i bərabərdir. Modulca qiyməti bizə lazımdır. Bu da bizə verir 0,017. Uşaqlar deyəcəksiniz ki, bundan bunu çıxanda mənfi qalır. Mən modul var da burada kənarda. Modul onu müsbət edir. Ona görə müsbət yazıram bir dəfəlik. İndi nisbi xətanı tapaq. Mütləq xətamız 0,17. Təqribi qiymət 3,8. Sürət və məxrəci 1000-ə vursaq bu 17. Bu da 3800. Elə 3800-də 17. Əgər 100-ə vur desəydi, 100-ə də vura bilərdik faizlə. Bizdən istəsəydi göstərə bilərdik. Nisbi xəta 3800-də 17. Bu şəkildə almış olarıq. İndi gəlin çalışma 5-ə baxaq. Termometr temperaturu 0,5 Selsiyə qədər dəqiqliklə göstərir. Onunla havanın temperaturunu ölçmüş və 0,23 Selsi nəticəsini almışlar. Ölçmə hansı nisbi xəta ilə yerinə yetirilmişdir? Deməli, burada deyir termometr temperaturu 0,5 Selsi dəqiqliklə göstərir. Bu o demək ki, mütləq xəta bu 0,5-dir. Başa düşdünüz? Bu deməkdir. İndi onda bunun nisbi xətasını hesablayanda havanın temperaturu onunla havanı ölçmüş və 23 Selsi alıbdır. Bu ölçübdür havanın temperaturunu və təqribi olaraq 23 Selsi alıb. Onda 0,5-i mən bölərəm 23-ə və ölçmə hansı nisbi xəta ilə yerinə. Ona vuraram, bu olar 5, bu da olar 230.
Bu da bizə verər 46'da 1. İndi bunun faizlə sizə ifadə elə desə, yəni 46'da 1'i vurarıq 100'ə. Bu da 46'da 100, 2'yə ixtisar gedər 50, 23, o da 2 tam 23'də 23'də 4. O da təqribi olaraq 2% götürə bilərsiniz. Yəni belə də götürə bilərsiniz. Bu şəkildə almış olduq çalışma 5'i. Çalışma 6'dan davam edək uşaqlar. Deməli, şagird alüminiumun sıxlığını təyin etməyə aid laboratoriya işini yerinə yetirərkən 2,5 qram santimetr kubu nəticəsini almışdır. Eksperimental nəticənin nisbi xətasını hesablayın. Alüminiumun sıxlığının cədvəl qiyməti 2,7'dir. Deməli, bunun mütləq xətasını tapaq. 2,7'dən 2,5'i çıxaram, 0,2. İndi nisbi xətanı tapmaq üçün nə edirəm? Mütləq xəta 0,2'dir, bölürəm 2,7'yə. Demək, fərqi yoxdur. Burada 2,5'dən 2,7'ni çıxa bilərsiniz. Təqribi, yəni sonra deməyin ki, yer dəyişiklikdir. Müsbət yazıram 0,2. Bunda sürət və məxrəcini 10'a vururam 2. Bu da 27'də 2. Bu şəkildə. Bunu sonra 100'ə də vura bilərik. Gəlin vuraq. 27'də 200. Bu da 27'də 200. 200'ün içində 27. 7 dəfə 7, 7'yə 49, 7, 2, 14, 18. Bu da 1, 1. Aha, 7 tam. Bu olur 7 tam. 27'də 11. Elə 7% də deyə bilərik. Yaxud da elə almışıq. Bax, burada 27'də 2'də deyə bilərik. Faizlə 7% də deyə bilərsiniz. Bu şəkildə də deyə bilərsiniz. Hesabladıq, aldıq. İndi keçək çalışma 7'yə. Deməli, 7-ci çalışmada deyir ki, cihazın üzərində ölçmənin nisbi xətasının sərhəddinin 0,2'yə bərabər olduğu göstərilmişdir. Hər hansı kəmiyyətin qiymətini ölçdükdə nəticədə 506 almışlar. Ölçmə hansı dəqiqliklə aparılmışdır? Deməli, uşaqlar, bizim burada nisbi xətamız 0,2%-ə bərabərdir. Burada bizə faizlə deyir. Hər hansı kəmiyyətin qiymətini ölçdükdə nəticədə 506 almışlar. Dəqiq qiymət ölçüb, dəqiq bu 506 alıb, elə deyilmi? Və bizdən nə istəyir? Hər hansı ölçdük nəticə 1-dir. Ölçmə hansı dəqiqliklə aparılmışdır? Onu sorur. Gəlin, baxaq, görək, necə eləyərik. Bunun nisbi xətasının düsturu mütləq xəta böl təqribi qiymət vur 100. Elə. Mütləq xətamız nə idi? Mütləq xətada dəqiq qiymətdən təqribi qiyməti çıxırdıq. Onda surətdə dəqiq çıx təqribi bölünsün təqribiyə vur 100 bərabərdir nəyə? 0,2'yə. Bax, bu tənliyi hesablayır. Dəqiq qiymətimiz də neçə idi bizim? 506 idi. Onda bunu silirəm. Bunun yerinə elə bir dəfəlik 5. Siz ikinci dəfə yaza bilərsiniz. Mən özüm belə yazıram ki 506. Bizə lazımdır təqribini tapmaq. 506 çıx təqribi. Bu təqribini mən gəlin belə deyək, x ilə işarə eləyim. Sonra çaşqınlıq olmasın. 506 çıx x vurulsun 100. Bunu da x ilə çarpaz vururum 0,2x. Elə bir tənlik həll eləyirəm də. 506 çıx x 0,2x'i 100'ə böləndə 0,02x olur. Burada artıq biz mötərizələri silib elə 506 çıx x kimi yazarıq. 506 bərabər 1 tam mində 2x, 1 tam mində 2x bərabərdir 506'ya. İndi gəlin 506'nı da 2000'də 2'yə bölək, x bərabərdir 506 bölünsün 1 tam mində 2.
Bu da bizə təqribən belə deyək də 504,900,199,601 mən bunu özüm yazıram. Belə bir ədəd verir. Elə deyilmi? Bunu da indi nə istəyir bizdən? Ölçmə hansı dəqiqliklə aparılmışdır? 506-dan 506-dan çıxaram 504,990. Bu da bizə verər hardasa da həmin bu ədədi çıxıram da biləsiz. Onda bu da bizə verir 1,00 belə 9 dəqiqliklə aparılmışdır ölçməmiz bu şəkildə. Çalışma 8-dən davam edək. Nə deyir çalışma 8-də? X-in təqribi qiyməti aya bərabərdir. X təqribi aya bərabərdir. Bu təqribiliyin nisbi xətası, nisbi xəta 0,01-ə bərabərdir, yəni 0,1%-ə bərabərdir. A ədədi də 4,632-dir. Mütləq xətanı tapın. Demək, nisbi xəta bərabərdir mütləq xəta böl təqribiyə. Mütləq xəta. İndi gəlin belə eləyək. Mütləq xəta nəyə bərabərdir? X çıx A-ya. Təqribi qiyməti A-ydı. Vurulsun 100 bərabərdir 0,1-ə. Faizdən göstərir axı. İndi X çıx A vur 100 bərabər 0,1 A-ya. Bu da X çıx A, bu da 0,1 A. X də bərabərdir. A sağa keçir 1,1 A. A-nın qiyməti də axı 4632 idi. X də bərabərdir 1,1. A-nın qiymətini yazıram. 4,632. Bunlar bir-birinə vurulur. Bunlar da vurulanda bir-birinə 4,63,6,32 belə bir ədəd alınır. Yəni X bərabərdir 4,6. Bizdən nə istəyir? Mütləq xətanı istəyir. Mütləq xəta. Mütləq xəta. X-i tapdım. A-nı bilirəm. Mütləq xəta da nəyə bərabərdir? M bərabər mütləq xəta X çıx A. Yəni 4 tam A-nı çıxaram. A-nın qiyməti də 4,632 idi. Gəlin çıxaq görək nə qalır. Bərabərdir. (0,00). Bu da bizim mütləq xətamız. Bu şəkildə almış olarıq. Davam edək çalışma 9-dan. Deməli uşaqlar, Y-in təqribi qiyməti eyni tipli sualdır. Y-in təqribi qiyməti B-yə bərabərdir. B. Bu təqribiliyin nisbi xətası, nisbi xəta 0,1, yəni 1%-ə bərabərdir. B də 2,328 olarsa, mütləq xətanı tapın. Mütləq xətanı tapın deyir. Deməli, nisbi xətanı gəlin yazaq. Nisbi xəta bərabərdir. Mütləq xəta bölünsün təqribi qiymətə. Vurulsun 100-ə. Bu şəkildə düsturumuz belə idi. İndi mütləq xətanı tapmaq üçün Y çıx B. Mütləq xəta nə idi düsturda? Dəqiqdən təqribini çıxırdıq. Elə deyilmi? Bölünsün. Təqribimiz də B idi. Vurulsun 100-ə, o da bərabərdir 1-ə. Y çıx B bərabərdir. Burada vur 100-ə bərabərdir B-yə. B-ni də 1-ə vurdum, çarpaz. Y çıx B bərabər 0,100-1 B. Y də bərabərdir 1,100-1 B. B-nin qiyməti də bizə 2,328-dir. Bu da Y bərabərdir.
1 tam %1'i vururam 2 tam 328'e. Vuraq görək nə alırıq. Bu da bizə verir 2 tam 35 128. Y bərabər 2 tam 35 128. Bizdən mütləq xətanı istəyir. Mütləq xətadan tapmaq üçün y çıx b. Y-imiz 2 tam 35 128-dən b-ni çıxırıq. B-nin də qiyməti 2 tam 328 idi. Görək nə alırıq. Bu da bizə verir 0 tam 02 328 oldu bizim mütləq xətamız. Bax bu şəkildə almış oluruq dostlar. Növbəti izahlarda görüşmək üzrə. Sağ olun. Hələlik kanalımızı bəyənib abunə olmağı unutmayın ki, daha çox faydalanasınız. Sağ olun.